Türk şeirinin sonuncu söz magikanlarından olan Məhəmməd İsmail haqqa qovuşdu. Yəqin ki, sağlığında ruhu dolaşan Tanrı dağlarında addımlarını daha qətiyyətlə atır. Yeri, urvatı ucadadır orada. Çünkü ömrü boyu o həqiqətə xidmət edib Məhəmməd İsmail. Türk böyüklüyünə, haqqın ucalığına, ilk gündən ədəbiyyata atıldığı ilk gündən həyatı mübarizələrlə keçib. Ta sonuncu son gününə qədər mübarizələrin içində olur. Zərrə qədər çəkinməyib, zərrə qədər geriyə bir addım atmayıb. Bu kişidə, bu Türk kişisində nə qorxu var idi, nə nəyinsə tərqinə varmaq var idi, nə uşaq var idi, nə ev dərdi var idi, nə sabaha nəyinsə umacağı var idi. Elə bütün şax ömrünü yaşayırdı. Şeirləri başdan başa için ucalığının ifadəsidir. Keçən əsrin 80-90-cı illərində şair Qarabağda, şair Göyçədə özünü el üçün verən şəhidlər, mən şair deyiləm, atam qardaşım məşhur şeiri çap olunanda, ilk oxuduğum anda inan ki, elə bil içim oynadı. Elə bil ki, sözdən divar kəsən, daş kəsən şairin misraları adamın ürəyinə, alnına top lüləsi kimi dəyir. Bununla bərabər şair özünün şair olmadığını deyir. Əslində o şair sözünün mahiyyətini izah eləyirdi. Şair kimdir? Şair nə etməlidir bu yurdun, bu millətin, bu haqqın yolunda, bu taftanan torpağın 7 yerdən zavala gələn yurdun yolunda şair nə etməlidir? O şeirin təsirinlə içim oynadı, bir-iki misra yazdım. Yer yerindən qopdum Məhəmməd İsmail. Qurudum yerimdə göyüm böyüdü. Qısılıb qalmışdım bir ev küncünə, ocağım böyüdü, öyüm böyüdü. Böyüdü gözümdə qarışqa insan, böyüdü payızı, böyüdü qışı. Məni qoymadınız şair olmağa, mən şair deyiləm, atam qardaşım. Mən şair deyiləm, atam qardaşım deyəndə onun uca hayqıran əzəməti hönkürür. O misraların, o sözlərin arxasından. Elə şair idi, şair gəlmişdi, şair ömrünü yaşadı və şair kimi dünyasını dəyişdi. Haqqa qovuşdu. Yerin rahat, ruhum rəvan olsun Məhəmməd bəy. Məhəmməd İsmail bütün şeirlərində diridir, canlıdır. Sözü, ruhu yaşayır, qələmi toxunan hər sözdə, hər misrada. Şairin uzun və bitməz ömrü fiziki həyatı başa çatandan sonra başlayır. Harda şairin adı çəkilir, misrası, şeiri dilə gəlirsə, demək orada şair yaşayır. Məhəmməd İsmail poeziyasının heyranları iş və əməl birliyi yaradaraq böyük şairin adını daşıyan ədəbi birlik təsis elədi. Məhəmməd İsmail ədəbi birliyi boy göstərdi adlar, ünvanlar arasından. Bu işdə məclis iştirakçılarının hamısı fəallıq göstərir. İnsaf xatirinə Mikail Bozalın və Ehtiram İlhamın əməyini xüsusi qeyd etməliyik. Çünki İlk təşəbbüskar onlar olur. Məclis Mikail Bozalı Məhəmməd İsmail Ədəbi Birliyinin sədri seçdi.
Məmməd İsmail hələ sağlığında olarkən o bizə sözün nə olduğunu öyrətdi. O bizə fikrin nə olduğunu öyrətdi. Məmməd İsmail başdan başa söz adamı idi. Mən tanıdığım yeganə şairlərdən, yəni az şairlərdəndir ki, Azərbaycanlı şairlərdən bir çox dünya dillərinə tərcümə olunubdur. Məmməd İsmail sərhəd Azərbaycanı öz üzərində gəzdiribdir. Harada Məmməd İsmail adı çəkilibsə, orada Azərbaycan adı çəkilibdir. Allah rəhmət eləsin, dünyasını dəyişdi və biz Tovuzlular olaraq, biz ədəbiyyat adamı olaraq, biz söz adamı olaraq qərara gəldik ki, nə cürsə biz üzərimizə düşən öhdəliyin öhdəsindən gəlməliyik. Və bunu necə edək qərarına gəlib, çox götür-qoy etdik. Daha çox Ehtəram İlhamla və digər dostlarla biz danışdıq ki, mümkün olsa Məmməd İsmail ədəbin birliyini yaradaq. Və bu gün yığışmamın da səbəbi odur ki, həmin ədəbi birliyi təsis edək və ədəbi cəmiyyət çatdıraq ki, 28 dekabr günündən başlayaraq Məmməd İsmail ədəbi birliyi artıq təsis edilir, fəaliyyət göstərəcək. O ki, qaldı bizim hansı fəaliyyət növlərimiz olacaq, nələrlə məşğul olacaq, bunlar haqqında mütəmadi olaraq mütləq cəmiyyət məlumatlandırılacaqdır. Fəaliyyət planımız var, daxili qaydalarımız var. Məmməd İsmail Azərbaycan ədəbi fikir tarixində çox mükəmməl yeri olan şəxsiyyətlərdən biridir. Həm də deyərdim, ictimai-siyasi fikir tarixinin özündə də Məmməd İsmailin dəsti xətti var. Məmməd İsmail öz sağlığında özünə heykəl qoyub getmiş adamdır. Və bu ədəbi birliyi özü vaxtilə aparırdı. Respublikada böyük bir ədəbi birliyi aparırdı. O birlikdən bu gün Azərbaycanda fəaliyyət göstərən nə qədər tanınmış adamlar varsa, hamısı o birliyin yetirmələridir. Elə mən özüm də o birliyə gedib gəlmişəm. Məmməd İsmail Azərbaycan televiziyasına rəhbərlik etdiyi bir il müddətində xeyli işlər gördü. Mən hesab edirəm ki, onun mən həmişə bir sözüm var, ruhunu sazlaşdırdı. Onun adına saz havası gətirdi, saz havasına köklədi və milləti öz ruhunda dindirdi. Gənclik jurnalı buraxdı və Gənclik jurnalında da hesab edirəm ki, Azərbaycan ədəbi mühitini tamamilə təmsil edə bildi və təmərküzləşdirməyi bacardı. Ona görə belə bir birliyin təsis edilməsi yerinə düşən və tarixi haqqını verməyimiz kimidir biz tərəfimizdən. Belə bir birliyin yaradılması çox gözəl və dəyər verəcək. Məmməd İsmail nə qədər sözə dəyər verirsə, mən hesab edirəm ki, onun adına yaradılmış bir birlik də sözə o qədər dəyər verəcək, millətə o qədər dəyər verəcək, saza o qədər dəyər verəcək və millətin ruhunu özünə qaytaracaq. Bu çox gözəl bir işdir. Ancaq bunu alqışlamaq lazımdır və bu təşəbbüsdə bulunanların hər birini başda Mikail müəllim olmaqla öpürəm, bağrıma basıram. Gözəl işdir, Allah xeyirli uğurlu eləsin. Məmməd İsmail 20-ci əsrin sonu 21-ci əsrin əvvəli tək Azərbaycan yox, Türk poeziyasında ən uca zirvələrindən birini özünə haqq etmiş böyük bir qələm adamıdır. Mircəlalın Səməd-Vurğun haqqında bir fikri var, deyir, Səməd-Vurğun əlinə qələm alandan kağız korlamadı. Həmin fikri Məmməd İsmailə də aid etmək olar. Məmməd İsmail böyük şairi ilə yanaşı həm də çox ləyaqətli bir vətəndaş olub. Tarixin ən çətin devrini yaşadığı devirdə məmləkətimizin önündə gedən ziyalıların biri də oldu. Məmməd İsmailin uzun illər böyük bir həyat yaşadı, 86 yaş keçən il dünyasını dəyişdi. Məmməd İsmail o şairlərdəndir ki, adı həmişə xatırlansın, həm cəmiyyətdə, həm xüsusilə poeziya sevərlər, şeir sevərlər arasında. 70-ci illərdə Respublika Gənclər ədəbi birliyi var idi. Rəhmətli Vaqif İbrahim qəzaya düşüb dünyasını dəyişəndən sonra həmin birliyə Məmməd İsmail rəhbərlik etdi. Azərbaycanın sonradan çox möhtəşəm, böyük şairləri xeyli hissəsi də məsələn ədəbi birlikdən çıxmışdı. Onların hər birində bizim poeziyamızda, şeirimizdə öz halal yerləri toxunulmaz haqları var. Bu ədəbi birlikdə həm Məmməd İsmailin xatirəsini yaşatmaq baxımından, həm də həmin gənc, xüsusilə gənc ədəbi qüvvələri, türk ruhuna bağlı, milli düşüncəni yaşadan qələm adamlarının sevə-sevə gələcəyi
yığışacağı bir yer olacaq. Allah rəhmət eləsin Məmməd İsmayıla. Azərbaycan ədəbiyyatında öz yeri, öz imzası olan bir şairdir. Bugün də Mikail Bozala mən təşəkkürümü bildirirəm ki, elə ilin sonunda təzə ilə bu uğurlu bir işlə başladı. Məmməd İsmayıl adına ədəbi birliyin təsis olunmasından. Mən də bu yığıncaqda iştirak eləməyimdən çox məmnunam. Bu Məmməd İsmayıl adına bir sayğıdır, bir xatirəsinə olan böyük hörmətdən doğan bir şeydir. Uğurlu olacaq mən hesab edirəm ki, çünki Məmməd İsmayıl demokratik ruhlu adam idi. Onun fəaliyyəti uzun müddət yaradıcılığı ilə yanaşı o jurnal yaratmışdı, gənclik jurnalı, gənclərə yaratdığı uğurlu işlər, tutaq ki, onların çap olunma probleminin aradan qaldırılması, eləcə də onun apardığı dərnəyin səsi sorağı hələ indiyə qədər davam edir. Respublika Ədəbi Birliyində yaratdığı ab-hava bu günə qədər də qalmaqdadır. Yəni Məmməd İsmayılın o izi itməməlidir. Hesab edirəm ki, onun ölümündən sonra da onun xatirəsinə düzənlənmiş bu tədbir uğurlu olacaq. Eləcə də gənclərin ictimai həyatında, ədəbi həyatında mükəmməl bir iş kimi ortaya qoyulacaqdır. O böyük Türk şairinlə mənim ilk tanışlığım 1974-cü ilə təsadüf eləyir. O zaman Musa Musayevin baş redaktoru olduğu Həqiqət qəzeti çıxırdı Tovuz rayonunda. İstiya günlərin birində Məmməd İsmayıl oraya qonaq gəlmişdi. Mən onunla tanış elədi, rəhmətli ilə. Sonra iş elə gətirdi ki, o böyük sənətkarla mən həm gənclik jurnalında bir yerdə işləməli oldum. Sonra da Azərbaycan televiziyasına rəhbərlik etdiyi dövrdə. Bayaq Ayaz Arabatçı qardaşımız qeyd elədi. Doğrudan da gözəl bir təşəbbüsdür. Bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm ki, uzun müddət Tovuzun rayon qəzetində, Həqiqət qəzetində Aşıq Hüseyin Bozalqanlı adına bir ədəbi məclis oldu, dərnək oldu. Onun rəhbəri, sonuncu rəhbəri İsa İsayev idi. Murad Şöynəqanı da xatırlaya bilər. Səhv eləmirəmsə o da oraya getmişdi. Məhrəm Qasım da o məktəbdən çıxıb. Elə Məmməd İsmayılın özü də həmin ədəbi İsa İsayev idi. İsa Cavadoğlu sonradan elədi. Mən alqışlayıram doğrudan da çox gözəl təşəbbüsdür ki, Mikail Bozalqanlı sadəcə olaraq o ənənəni davam elətdirir. O ədəbi məktəbin yolunu davam elətdirir və o ədəbi məktəbin indi Bakı şəhərinin Məmməd İsmayılın adını daşıması da böyük bir fəxrdir. Bir məqam da demək istəyirəm ki, bəlkə də indi gələcəkdə bizim də əlimizdən nə kömək gəlir söz sarıdan, məsləhət sarıdan bu ədəbi birliyi, ədəbi məclisə, ədəbi dərnəyə dəstək olacaq. Bu sıra, bu siyahı biraz da böyük ola bilərdi. Bir papaq yelləsəydilər, çox Məmməd İsmayıl sevər, təşrif buyurardı sıralarımıza. İlk təşəbbüs kimi bəlkə də sayın az, sambalın çox olması daha yaxşıdır. Burada ön sırada olmalı adamlardan biri də Tovuz cəmiyyətinin təmsilçisi Çingiz Abbasov Tovuza səfər eləyir. Məmməd İsmayılın ev muzeyində müəyyən hazırlıq işləri aparır. O Çingiz Abbasov ki, vaxtilə Məmməd İsmayıllə çiyin-çiyinə Tovuz cəmiyyətinin əsasnaməsini hazırlayırdı. Bu işdə fəallıq göstərənlərin hər birinə minnətdarlıq düşür. İstər təsis məclisində olanlara, istərsə ürəyi burada olanların hər ikisinə. Şair kimi sevirik, ictimai xadim kimi sevirik, eyni zamanda Çanaqqala Universitetinin professoru kimi sevirik. Məmməd müəllimin Tovuzdan başlayan vətən sevgisi, vətən konsepti o qədər böyüyür ki, bütün Turanı əhatə edir. Məmməd müəllimin istəyir şeirləri olsun, istəyir onun gənclik jurnalı ilə böyüdük. Hər yaşımızın gəncliyidir. Dönə-dönə müraciət edirik. Azadlıq mücadiləsi deyirəm ki, elə o jurnaldan başladı. İlk dəfə mübarək bayrağımız jurnalın üz qabığında verildi, təsis olmadan öncə. Yəni Məmməd müəllimin şair kimi fəaliyyəti, istəyir müəllim kimi fəaliyyəti, istəyir ictimai xadim kimi fəaliyyəti əvəzsizdir, hər birimizə nümunədir. Bugün onun adına bir birliyin açılmağı
çox gözəldir və düşünürəm ki, Məmməd müəllimi Azərbaycanın şairlərindən Turana, Türk dünyasına ilk cığır açan şairidir. Onun xatirəsi özü hər zaman qəlbimizdədir. Bəzən darıxırıq, qəribsiyirik. Onların evimizdə olan məclislərdən xatırlayırıq, onların o zarafatlarını. Birinə atama əmi deyirdi, biri o birinə qağa deyirdi. Gözəl nərd oynamaqları var idi. Orada gözəl könül söhbətləri var idi ki, biz də onların o söhbətlərinin işığında desək yazmağa çalışmışıq. Məmməd müəllimin yaradıcılığında milli yaddaş, folklor motivləri, vətən sevgisi o qədər böyükdür ki, onu hər hansı bir sərhədə sığdırmaq olmaz. Mən bugün çox sevinirəm ki, ziyalımız Mikayıl müəllim belə bir təşəbbüs qaldırıb və bugün onun adına bir ictimai birlik və yaxud ədəbi birlik yaranır. Biz də burada iştirak etməyi özümüzə borc bilirik. Əlinə qələm alan, şeir yazan, ədəbiyyatda yeri olan hər bir insan birinci növbədə dürüstlük haqqında fikirləşir. Halal söz haqqında fikirləşir. Özündə bir məsuliyyət hiss eləyir. Yəni, belə deyək, Məmməd İsmailin özü sağlığında ədəbi birliklərin önündə gedib yaradıcısı olub və öz ətəyinə, öz qoltuğunun altına, şimelin altına çox ünlü söz adamları, ondan sonra gələnlər, öndə gedən bir Məmməd İsmail olaraq, ondan sonra nə qədər gələn söz adamlarının himayədarı oldu. Mən Mikayıl Bozala birinci, bax bu ideya əmələ gəldiyinə görə ideyasına, onun təkliflər varsa da o təklifin müəlliflərinə və nəhayət bir gözəl təşəbbüsü alqışlayıram. Eşq olsun, hər zaman yanındayıq, sevgili Bozal, yanındayıq. Həm belə deyək, bu birliyin auditoriyasını böyütməkdə, onun halallığını qorumaqda yanındayıq. Özümüz də bütün düşüncəmizlə, məfkurəmizlə, qələmimizin gücü çatdığı qədər bir yerdəyik və Məmməd İsmailin ruhunu sevindirmək, şad eləmək bizim hamımızın müqəddəs borcumuzdur. Uğurlar əziz qardaş. Gözəl təşəbbüsü alqışlayıram. Mikayıl Bozalqanının bu nəinki Məmməd İsmaillə əlaqədar, ümumiyyətlə saza, sözə onun xüsusi münasibəti var. Bu camiyyədə öz çəkisi var. Mikayıl müəllimin bu cür gözəl addımları, yəni bu birinci deyil. Sadəcə olaraq bugün hardasa bu Mikayıl müəllimin fəaliyyətinin davamı kimi qiymətləndirirəm. Mən də bu təşəbbüsü alqışlayıram. Gənclik jurnalında onun baş redaktor olduğu dövrdə jurnalın tirajı 300 mindən yuxarı idi. Bu 300 min elə belə rəqəm deyil. 300 min rəqəmi onu göstərir ki, burada bir vicdanlı, ləyaqətli və haqqa yaxın bir, bunun başında bir redaktor deməkdir bu həm də. Türk dünyasının sevimli şairi olmaqla yanaşı, həm də Məmməd İsmail böyük bir fenomen idi, şəxsiyyət idi, öz ləyaqətinlə, duruşunla bir abidə idi, bir böyük bir şəxsiyyət abidəsi idi. Ona görə bəzən mənə elə gəlir ki, bütün ədəbi dərnəklər, birliklər, yəni belə sözün bir cürə qarşılanmasın, sanki Məmməd İsmaili görməmək üçün fəaliyyət göstərirlər. Onu gözlərini yumub Məmməd İsmaili faktını inkar eləmək üçün fəaliyyət göstərirlər sanki. Amma mən çox sevinirəm ki, belə vicdanlı qələm sahibləri tərəfindən, qədir bilənlər tərəfindən xalq, el-oba məhəbbətinlə Məmməd İsmail həmişə əhatələnibdir. Heç vaxt xalq sevgisindən onun kəsatlığı olmayıbdır. Biz bugün Mikayıl Bozalın təşəbbüsü ilə Məmməd İsmail işığına yığışmışıq. Allah Məmməd əmiyə rəhmət eləsin. Öz dediyi kimi bir Məmməd İsmail səfər elədi. 100 Məmməd İsmail qaldı Tovuzda. Bunu sübut eləyir ki, doğrudan bu söz yerinə düşür. Tovuzdan biri geçsə də, ümumiyyətlə ölkəmizdən də belə deyək, Türk dünyasından biri geçsə də bir neçəsi yerində qalır, onu yaşadır.
Biz uşaqlıqda Məmməd İsmailin şeirlərlə böyümüşük. Bu gün də bu təşəbbüsü çox bəyənirik. Uğurlu olsun. Əziz dostlar, bugün Məmməd İsmail adına Ədəb Birliyin təşkil olunacağını demək, mən də təşəbbüs qrupundayam. Bir ədəbi birlik olacaq, mənim düşüncəmcə. Bu ədəbi birliyin toplaşma bir yeri olmalıdır, bir. Ümumiyyətlə, bu birliyə birliyi lokal eləmək lazım deyil. Elə bu birliyin adını eşidən elə bilməsin ki, bu yalnız elə Toz Qazaq üçündür. Bu birlik tam Azərbaycanda yaradıcılıqla məşğul olan hər bir adama aid olmalıdır. Toplaşma yeri. Yadınızdadırsa Məmməd İsmailin dərnəyinin almanaqları olardı, almanaqlar buraxardılar. Mütəmadi olaraq buraxılırdı. Məsələn, ildə bir dəfə ya iki dəfə belə falan imkan daxilində buraxılırdı. O vaxtda onun dərnəkdə Yasin Nəşriyyatının zalında gedirdi. Yasin Nəşriyyatında da elə çap edirdilər. Təklif edirəm ki, onun yerinə tutaq ki, saat yaradılsın. Saat yaradılmalıdır. Əgər bu ədəbi birlik davamlı şəkildə demək, fəaliyyət göstərmək istəyirsə, saat yaradılmalıdır mütləq. Məmməd İsmail haqq qaşığı idi. Şair kimi də, insan kimi də həqiqətin gözünün içinə dik baxırdı. Ola bilməz ki, haqq nazilə və üzülə. Bugün müqəddəs gündür. Sözün əsl mənasında müqəddəs gündür. Biz ili başa çatdırırıq və bu 2025-ci ilin dekabrın 28-də Məmməd İsmailin adını daşıyacaq bir birliyin yaranması xəbərim Mikail müəllim mənə çatdıranda mən çox sevindim. Çünki Məmməd İsmaili yaxından tanıyanlardan biri də onunla çiyin-çiyinə işləyənlərdən də biri mənim. Yəqin ki, Azərbaycan radio televiziyasının tarixini bilirsiniz. 99 illik tarixi olan bir təşkilatın dilinin qorunmasında, ədəbi dilinin qorunması 3 istiqamətdə, 3 mərhələdə inkişaf edib. Bunlar xüsusən Ənvər Əlbəylinin dövründə, yəni 56-cı ildə ilk Azərbaycan televiziyası yarananda, ondan sonra rəhmətli Elşad Quliyevin dövründə Azərbaycan ədəbi dilinə daha üstünlük verilmişdi və yadımdadır və Məmməd İsmail 92-ci ildə Azərbaycan televiziyasının sədri təyin olunan kimi bir ay keçməmişdi, 10-15 gündən sonra bir dil komissiyası yaratmışdı. Abdül müəllimi də yadına gələr. O komissiyaya Məmməd Aslanı və Azərbaycan ədəbi dilini bilən bizdə çalışan alimlər, mütəxəssislər vardı və onları dəvət eləmişdi. Hətta onlar işə qəbul olunan jurnalistləri, diktorları və digər sahənin nümayəndələrin şəxsən həmin komissiyadan sonra işə götürürdülər. Məmməd İsmail bizim gəncliyimizin şairi olubdur. Mənim yadıma gəlir, gənclik jurnalı çıxanda biz cavanlar onu necə belə acgözlüklə oxuyurduq. Çünki ona qədər biz belə jurnal görməmişdik, belə bir ədəbiyyat görməmişdik. Məmməd İsmail tək Azərbaycanın yox, bütün Türk dünyasının şairi olubdur. Məmməd İsmail təsadüfi deyil ki, onun şeirləri 50-dən çox dövlətin dilinə tərcümə olunmuşdur. O dövlətlərin ödülünü almışdır. Məmməd İsmail həm bir vətənpərvər şair kimi, vətəndaş kimi, həm bir sənətkar kimi, həm də bir alim kimi dünyada tanınmışdır. O Çanaqqala Universitetində işləyəndə mən deyərdim ki, ilk dəfə olaraq Türk dünyasına çıxışı birinci Məmməd İsmaildən gəlmişdir. Və elə bil ki, Türk dünyasında olan vətəndaşları birləşməyə çağırmışdır. Və bu Turana bir açılış olmuşdur. Məmməd İsmail hər zaman öz vətənini sevmişdir. Onun şeirlərində bir fəlsəfəlik vardır. Elə bil ki, onun şeirləri qaranlıq bir otaqda bir lampa işıq saçan kimi saçmışdır. Və gənclər də bundan nümunə götürərək həmişə öz vətənini sevməyə, öz vətəni uğrunda öz canını verməyə belə qurban olmuşdur. Təsadüfi deyil ki, biz müharibədə qələbə çalandan sonra ilk şeirlərdən birini bəs Məmməd İsmail yazdı. Çox sevinirəm ki, Məmməd İsmail bu qələbəni gördü, sonra rəhmətə getdi. O həmişə arzulayırdı bunu. Messengerimə bir səs gəldi, bir SMS gəldi. Baxdım, gördüm yazılıb Məmməd İsmail. Çox xoş idi ki, əlbəttə həmin illər bu Facebook üzərindən dostluq əlaqələri yaxşı qurulmuşdu və biz elə Məmməd İsmaillə də Facebook dostuyduq.
Bunun adını görən kimi əlbəttə, eşidən kimi o qarşılığı tərk elədim, bir sakit yerə çəkildim və açdım. Zəng gəlirdi Məmməd İsmaildən. Açdım. Dedi, Seyran bəy, sizə görün nə göstərəcəm. Canlı yığıb. Deməli, Rumuniyada bunun kitabı dərc olunub. Kitabın da iç səhifəsinin birində mənim Məmməd İsmailin çəkdiyim portreti monitorda böyük şəkildə göstərirlər və mənim də adım yazılıb. Azərbaycan artist Seyran Allahverdi. Dedi, həqiqətən çox qürur verici bir məqam idi. O da xarici dövlətdə, mən də xarici dövlətdə Azərbaycanın belə bir böyük, həqiqətən bu adam nə qədər təpədən dırnağa təvazö idi. Mən o vaxta qədər onunla görüşməmişdim. Heç özünü də görməmişdim. Belə dostluqda ehtiram İlhamın təşəbbüsü ilə mən onun yubileylərin birində portretini çəkmişdim. Və bu portretin o səviyyəyə girib çıxıb, o cür səviyyədən təqdim olunması mənə çox iyi gəldi. Adam təpədən dırnağa həqiqətən təvazö idi. Çox mən məmnunam bugünkü gündən. Yəni, Məmməd İsmail bizim gəncliyimizin şairidir və onun işığından mənə də müəyyən mənada pay düşüb. Çünki onun təsir etdiyi Gənclik jurnalında mən də vaxtında çap olmuşam. 2 şeirim orada çap olunub. Və daha sonra Məmməd İsmail Türkiyəyə köçəndən sonra mən o vaxt ölkədən qıraqda çap olunmamışdım. Facebook'a bir messengerə bir şeir göndərdilər. Aslında bir Türkiyədə bir jurnalın səhifəsi idi. Baxın, mənim şeirim oradadır. Maraqlanıb dedim, bu kimdir bunu çap elətdirə, mən göndərməmişəm axı bunu. Mən sizi tanımıram, eləmirəm. Yəni, mən bilim dostum kimdir, düşmənim kimdir, nə? Belə bir maraqla. Qaç ki, biz bu nömrəni Məmməd İsmailə tapşırmışıq. Bu Məmməd İsmail tərtib edib bu nömrəni. Və çox Allah rəhmət eləsin, nur içində uysun. Yəni, adam ölkədən qıraqda çap olunmamış bir adamın şeirini götürüb orada çap elətmişdi. O bizim həm də ağsaqqallıq, bizim ədəbiyyatımızın ağsaqqalı idi. Böyük elm adamı idi, bilik adamı idi. Mən də bu təşəbbüsü alqışlayıram və qürur duyuram ki, onun təşəbbüs qrupasının tərkibindəyəm. Belə bir hadisənin baş verməsi həqiqətən çox sevindiricidir. Mən təbrik edirəm Məmməd İsmail sevənlər və Azərbaycanda poeziyanı sevən, poeziyanı çox duyan adamlar Məmməd İsmailin yaradıcılığına çox böyük qiymət verirlər. Məmməd İsmail təkcə Azərbaycanın deyil. Məmməd İsmail bütün Avropanın şairidir. 50-dən artıq kitabı çıxıb dünyada Məmməd İsmailin. Yəni bu adi şairlərdən deyil və Tovuzdan çıxıb beynəlxalq aləmə çıxan bizim yeganə şairimizdir. Və ona görə də Məmməd İsmailin adına belə bir birliyin yaradılması sevindiricidir. Həddən artıq sevindiricidir. Mən təbrik edirəm bu birliyi yaradanları, ürəkdən onlara nə istəyirlər onu arzulayıram, uğurlar diləyirəm. Məmməd İsmail mənim sevimli şairlərimdəndir. Mən Məmməd İsmail haqqında 3-4 məqalə yazmışam. Və bu məqalələrdə onun səviyyəsini göstərə bilmişəm, çalışmışam və o Azərbaycanda mətbu orqanlarda işləyənlər, poeziya sevənlər tərəfindən yüksək qiymətləndirilir. Məmməd İsmail bəlkə də tərifə heç ehtiyacı olan bir şair deyil. Onun yaradıcılığı qeyri-adidir. Onun nə qədər misraları aforizmə çevrilib. Hələ yaşamağa dəyər biraz da. Hələ yaşamağa dəyər biraz da. Bu Məmməd İsmailin demək misrasıdır ki, o hamı tərəfindən qəbul olunur indi. Onun bir üstünlüyü də var idi ki, o bilirsiniz, bəzən şairlərdə qısançı qısa olur. Bəzi şairlərdə bu olur. Məmməd İsmaildə bu yox idi. Məmməd İsmail gənclərə bacardığı qədər kömək edirdi. O gənclik jurnalı yaratmışdı. O jurnal gənclər üçün idi. Və nə qədər bizim gənclər poeziya aləminə,
ədəbiyyat aləminə gəldilər. Bu Məmməd İsmailin hesabına oldu. Məmməd İsmail ömrünün son dövrünü qardaş Türkiyədə keçirdi. Ancaq o vətən həsrəti ilə elə bil yaşayırdı. Bütün poeziyasında, bütün həyatında, məqalələrində, hətta romanlarında görürsən ki, o öz yerini alırdı. Xaricdə oladan vətənə məhəbbətini, o hisslərini göstərə bilirlər. Çox pak, təmiz hisslərdən yaşayır adamlar. Mən uzun müddət xaricdə işləmiş adam kimi bunu yaxşı bilirəm. Adam xaricdə olanda həmişə bir vətən həsrətini yaşayır bunda. Mən arzu edirəm ki, xaricdə yaşayan bütün Azərbaycanlılar bu hissi heç vaxt itirməsinlər. Mən bilirəm onların hamısı bu hissdən yaşayır. Və Məmməd İsmail də o hissdən yaşadı. Ancaq Məmməd İsmail görkəmli şəxsiyyət kimi yaşadı. Onun Türkiyədə böyük hörməti oldu. Professor oldu. Çanakkale Üniversitetinin professoru. Və Çanakkale Üniversitetinin professoru idi. Və o orada işini bitirib qayıdanda 80 yaşında orada böyük bir kitab bıraktılar. 1000 səhifədən artıq bir kitab bıraktılar. Məmməd İsmail haqqında yazılmış məqalələrdən, şeirlərdən toplayaraq belə bir möhtəşəm bir kitab bıraktılar və orada mənim də məqaləm var. Deyim sizə. Məmməd İsmail bizim üzümüzü ağ eləyən bir şairimizdir. Azərbaycanın üzünü ağ eləyən şairlərdəndir. Yəni belə beynəlxalq aləmə son vaxtlar çıxan şairlərimiz azdır. Məmməd İsmaillə bağlı əbədi birliyin yaranması çox sevindirici haldır. Bunu bütün Azərbaycan ziyalıları, bütün poeziya sevərlər ürəkdən qəbul edəcək və mən də bu yeni il ərəfəsində o birliyi yaradanları təbrik edirəm və onlara can sağlığı arzu edirəm. Məmməd İsmail'lə ruh şad olsun. Adını, soyadını təşəbbüs qrupu qoydu. Ömrünü ulu yaradan versin. Verər inşallah. Çünki hələ hər şeyin axırı deyil. Hələ gün səhərlər çıxır. Günüz göy üzü işıqlı olur. Gecə vaxtında qaranlıq çökür. Təbiətin səhmanı pozulmur hələ. Şair demiş, hələ yaşamağa dəyər biraz da.